Qanunda bununla bağlı heç bir maddə yoxdurmu ki, piyada ucbatından 2 dənə maşın bir-birinə vurdu, burada nəsə bir məsuliyyət daşısın? Bu yol hərəkəti haqqında qanunda bunlar qeyd olunur. Biri var başqa deməli cinayət prosessual məcəlləsi, o ayrı bir məcəllədir. Amma burada yol hərəkəti haqqında qanunda da piyadanın üzərinə elə yeni məsuliyyətlər qoyulmalıdır ki, piyada bunu dərk etsin ki, onun ucbatından o cinayət məsuliyyətinə cəlb edilə bilər. Yəni, onun cəriməsi o qədər azdır ki, 20 manat, 40 manat, ümumiyyətlə bir çox hallarda heç o piyada cərimə də olunmur. Ola bilər ki, sonra bu piyadadan bu cəriməni almaq mexanizmi də bir qədər çətindir, bu da maneə törədir. Bu məsələ haqqında da düşünməyinə dəyər. Məsələn, piyada qaydanı pozursa, magistral yoldan 8 zolaqlı bir yolu sutkanın qaranlıq saatında yolu keçirsə, burada müəyyən problemlər yaradırsa, həm özünə, həm sürücülər, ümumiyyətlə yol hərəkəti iştirakçılarına, bu zaman o 20 manatdan 40 manata qədər cərimə oluna bilər və yaxud da ki, cərimə olunmaya da bilər. Niyə cərimə olunmaya bilər? Çünki onun üstündə bir sənədi yoxdursa, cərimə prosesi bir qədər gəlizləşə bilir. Dövlət yol polisinin yol patrul xidməti əməkdaşı onunla xüsusi bir iş aparması, onu şöbəyə aparması bu prosedurdur. Amma sürücünün sürücülük vəsiqəsi var, dövlət nömrə nişanı var. Onu tapmaqda, müəyyən etməkdə, cərimələnməkdə, cəriməni ondan almaq da mexanizmləri mövcuddur, çox sadədir. Piyadanı cərimələmək və sonra piyadadan o cəriməni almaq mexanizmləri bir qədər zəifdir. Bu mexanizmi gücləndirmək lazımdır. Piyadalar üzərinə ayrıca bir məsuliyyət qoymaq lazımdır. Lakin bununla yanaşı piyadaların sərbəst hərəkətini təmin etmək lazımdır. Biz piyadaların sərbəst hərəkətini təmin etməliyik və bundan sonra onlardan bu qaydalara əməl etməyi də tələb etməliyik.